Ay, Heydər Əliyevin belə danışı zabit ol be. Heydər Əliyevdən bir dənə çayxana yeri istəyir. Yəni çayxanada xalqa xidmət eləsin, çay, ailəsini dolandırsın da. Ay, onu belə vururlar. Heydərə 5 metrə qədər yaxın gəlibdi. Heydər baba dedim, ey baba. Mən çayxana vermir, deyir, Hacı bala vermir mən. Ay, orada deyir, kolumu kırırlar deyir. Heydər baba deyir, qoy babama söz deyim, kolumu kırmayın deyir. Ay, indi deyir, Heydər Əliyev kimi. Ay, Kemaləddinin üzünə tərs-tərs baxanda Kemaləddin Heydərov şalvarını batırır da. Ay, indi İlham Əliyevin hələ özü yox, kör töküntü mikrobları İlhamın qızlarına dənizdə şeyləyiblər, Osmanlar, Robertlər, Kürd Azərlər. Bəylər Şahda baba paltarından başqa paltar geyinir də. Nə danışırsınız da ki? Buna bax, ne baba, ne? Kör nə deyir? Baba deyir, babama söz deyirəm də, deyir, kolumu kırırsınız, baba. Bax. Olmayın, deyirəm ki, baba salam verir. Onu bekə vaxt olan mən alırım, bax, sana qurban olun. Baba, siz bana söz vermişsiniz, seni söz var, çayxana falan verir. Onu vermədlə sana qurban olun. Ödə belə məlusiz, baba yollaşır, keçib bir yedik danışır. Mən sana həmişə çox çalışmışam görürəm ki, qəbulunda olur. Baba, deyirəm, bana deyirəm, xahiş edirəm, bax, sən Həzrət. Kör nə deyir, baba, sən Həzrət Abbas, deyirəm, bana dəyməsinlər. Öldürürlər, parçalıyırlar, biri böyrəyini sıxır, biri ayasını sıxır altdan, biri kolunu vurur. Deyir, baba, deyirəm, maaş eləməsinlər, məni öldürürlər burada. Bax, Heydər Əliyev. Bax, bunu sonra öldürdülər, bu dirisiz adım, bunun səsi çıxmadı sonra. Buna bir çayxana versəydilər nə olacaqdı? Deyim sizə. Ən azından Heydər Əliyev ilə yaltaqlığa belələrinə çox şey eləməsə də, Heydər bir şeydir. Bilirdi ki, belələrinə çox şey versə dalı gələcək. Ən azından İlham Əliyev zamanında o çayxanada oturardı belə, hər gün olmasa da bir ayda bir TikTok videosu çəkib, babaya rəhmət oxuyardı ki, mənə çayxana verdi. Bunu öldürdülər, timsahlara yem elədilər. Baba. Babama baxın da, qoy bizi kim ona vermədilər. Hüseyin Allah canına səvərək. Silah başlı bənə qadınız. Mən də nəvəmin adı Heydər Əliyev. Mən sizə həqiqə şəkil verdim. Görürsən, nəvəmin də deyir adı Heydər Əliyev. O vaxt deyir yanında doldum, şəkildə oldum. Bəylərlə üstəlik bir yerdə işləmişəm. Yəqin Pajarında işləyib bəylərlə. Deyir, bu vurmayın, qolumu öldürməyin, deyir. Aşağıda şeyini sıxırlar ha. Baxın. Üçdə adamı bana məlumə deyişim. Heydər Əliyev yəni çayxana olacaq. Sen gördün mü? Onu tanıyorsan. Bəli, mən üçdə avra deyəcəm iş yerində. Dedim belə baba verəcək deyir ki, çəkir, şəhərdə deyir, çayxana. Deyirəm ki, şəhər. Deyir, 3 dəfə deyir, səndən də dabro almışdım deyir əvvəl. 3 dəfə deyir, Hacı Balaya dedim, dedi, vermirəm ki. Hacı Bala kimi doğuşan, Heydərin tapşırını yerinə yetirməyib, bilirlər ki, belə xahişləri yerinə yetirmək lazım deyil. Yoxsa hamı üstünə gələcək. Mərhəmət göstərmək lazım deyil bu xalqa. Belə düşünürlər bunlar. Sağ olsun, şəhəri gözəlləşdir. Allah sana verir. Gələk o söz seçdə, Hüseyin o kimi yenə salmıyor. Görməni deyir, tanıysan da deyir, gələk o deyirsin sözlü işlə də, o birisi deyir, Hüseyin o kimi sizin sözlü yerə salmıyor. Gör orada Heydər Əli nə deyir, əsəbləşir Heydər, deyir, sən çox danışırsan deyir. Ben bir dəqiqə. Abdalım onu tapşırdım. Ben kökümü eləyəcəksin. Söz verdi zamanında, sən orada alırsın. Gəlsin şərəflərini alsın. Fikir verdilər, burada çox vururlar bunu, çox bolunu vururlar, o hissəni şey eləməyiblər. Sana çayxana verəcəm. Salam Qabil bəy. Dövlət Sərhəd Xidmətinin birinci kurs tələbəsi, bax, birinci kurs tələbəsi Əsəd İsmailli özünü Dövlət Sərhəd Xidməti Akademiyasının badvalında özünü kəndirdən şeyləyib, tavana. Bunun səbəbi nədir? DSX Akademiyasına dedavşina və korrupsiya, pul yığma. Kursantı gözüm çıxdıya salıblar pula görə. Komandiri də kursantlarla əlbir olur. Bizdə orada da manqa kiçik komandirlər olur da, serjant, çavuş, mavuş. So pul yığırlar akademiyada. Uşaq pulu verə bilmir, uşağı döyürlər, incidirlər, ana bacı söyürlər. Uşaq da gedir DSX-nın Dövlət Sərhəd Xidmətinin Akademiyasında özünü kəndiri keçirir tavana. Allah rəhmət eləsin. Bundan pul tələb edib işlər buraxılışa çıxması üçün. Buraxılışı kəsib komandiri bu da özünü alsın. Buraxılışını, yəni pul vermirsənsə, baxa, Dövlət Sərhəd Xidmətinin Akademiyasında pul vermirsənsə səni o həftə sonu buraxılışa buraxmırlar. O da mənə əmisi, dayısı yazıb, baxalım, qohumları yazmalı, ala. Yalan deyən köpək oldu, ala, bax, ala. Baxın, bundan pul tələb edirmişlər buraxılışa çıxması üçün. Buraxılışı kəsib komandiri bu da özünü şeyləyib. Baxın, əskər deyil, kursant deyil, müdavim deyil, ali hərbi təhsil almaq istəyir, alır, birinci kurs tələbəsi. Baxın, ay millət, baxın, Dövlət Sərhəd Xidmətində bir adam ki, 27 il Dövlət Sərhəd Xidmətinin başında komandan olacaq. Bir adam ki, katerlərin, helikopterlərin motorunu belə İrana satdıran, İranla əhdi peyman bağlayıb, nişan taxan adam, Fəxriyə Xələfovanın, İlham Əliyevin ən çox sevişdiyi Fəxriyə Xələfova ilə sevişən, ondan qeyri nikahdan kənar bir uşağı dünyaya gətirən Elçin Quliyev 27-26 ildir bir xidmətin başındadırsa, belə olmalıdır da. Mənə ölkədə ikinci bir adam göstərin ki, Elçin Quliyev qədər bir xidmətin başında komandan olubdur. İkinci bir adam göstərin. Ya bir rayonda icra başçısı olub, ya bir xidmətin başında olub. Göstərin də göstərin. Ən çoxu Kemaləddin Heydərovdur. O da 2008-ci ildə, 2007-də yarandı da. O da üst-üstə gəldi 21 ildir. Fövqələdənin başındadır Kemaləddin, 21 ildir. O belə 27 il deyil. Bəylər də çoxdan da o vəzifədə idi, bəylər də getdi belə. Bir dənə adam göstərin ki, mənə 27 ildir bir
ölkənin ən böyük ikinci silahlı gücünün başında 27 ildir bir adam durub. Değerli həmvətən, çünki İlham Əliyev kişi deyil. İlham Əliyev kişi deyil. Bu nətər kişidir ki, biraz bundan qabaq nə oldu, Paşinyan oxuyurdu. İndi Paşinyana yalvarır. Yanacaq, qaz, elektrik göndərir, ərzaq göndərir. Bütün ölkəyə 4 milyon adamın firavan yaşayışını düzəldir, Paşinyan seçilsin. Çünki Paşinyan seçilməsə, nə Qarabağ qalacaq, nə müstəqillik olacaq, nə bilim, nə firavanlıq heç nə.